Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu gün kurikulumdan model sualların izahını verəcəm və qeyd edim ki, bu suallar Təhsil İnstitutunun müəllimlər üçün təşkil elədiyi sınaqda olan sual nümunələridir. Və onu qeyd edim ki, siz bu cür sualların izahını dinləmək üçün bizim YouTube kanalımıza abunə olaraq həm suallar, həm mövzu izahlarından xəbərdar ola bilərsiniz. Başlayaq ilk sualdan. Birinci sualda qeyd olunur ki, hansı fəaliyyət effektiv müəllim-şagird münasibətinin yaranmasına mane ola bilər? Şagirdin uğursuzluqlarını qeyd edərək onun həll yolunu göstərmək, bu doğru fikirdir. Çünki biz şagirdin uğursuzluqlarını, inkişafa ehtiyacı olan məqamları, çətinlik çəkdiyi məqamları qeyd edərək onun həll yolunu göstəririk, istiqamət veririk, scaffoldinglik edirik və bir növ fəaliyyətini stimullaşdırırıq. Bu doğrudur. A bəndi getdi. Digərlərini həvəsləndirmək üçün nəticələri yüksək olan şagirdləri hər zaman sinifə nümunə göstərmək. Xeyr, müəllimlər, bu yanlış fəaliyyətdir. Çünki nəticəsi yüksək olan şagirdi hər zaman sinifə nümunə göstərmək bu effektiv bir fəaliyyət deyil. Bu yaxşı bir fəaliyyət deyil. Çünki digər şagirdlərdə qızıq yarana bilər, qısqanclıq yarana bilər. Bu şagirdi bullyingə məruz qoya bilər. Şagirdlərdə özünə qapanma ola bilər. Ona görə biz ümumiyyətlə nəinki sinifdə, heç evdə, ailədə də, yəni uşağı bacı-qardaşla, uşağı kimlənsə müqayisə etmək olmaz. Yəni hər kəsin öz öyrənmə tərzi, öz qavrama səviyyəsi var. Ona görə biz şagirdi həmişə, hər zaman sinifə nümunə göstərsək, bu doğru fəaliyyət olmaz. Elə mane olan müəllim-şagird münasibətinin yaranmasında maneçilik törədən fəaliyyətlərdən biri budur. Doğru cavab B bəndi. Şagirdlərlə ünsiyyət zamanı onların mənfi cəhətləri ilə yanaşı müsbət tərəfləri barədə də söhbət aparmaq. Bəli, şagirdim ünsiyyət qurarkən, şagirdlə danışarkən onun mənfi cəhətləri ilə yanaşı müsbət tərəflərdir. Biz ancaq şagirdin negativini, pis cəhətlərini, mənfi xüsusiyyətlərini deməli deyilik. Zəif tərəflərini ancaq deməli deyilik. Hətta valideynə belə uşaqdan hər hansı bir narazı fəaliyyətini izləyərkən, oxumağında hər hansı bir əksiklik olarkən zəng eləməli deyilik. Biz şagirdin uğurlarını, özünün yaxşı davranış sərgilədikdə, müəyyən irəliləyiş olanda da valideynə bildirməliyik, valideynlə bunu bölüşməliyik. Bu da doğru fəaliyyətdir. Yəni ünsiyyət zamanı mənfi cəhətlərini qeyd edirsənsə, mütləq şəkildə müsbət cəhətlərini, müsbət fəaliyyətlərini də vurğulamaq lazımdır. D bəndinə baxırıq. Şagirdlərin problemi ilə maraqlanmaq, onlara psixoloji dəstək göstərmək düppədüz fikirdir. Sinifdə yarana biləcək hər hansı bullyingin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər təşkil etmək, bu da doğru fikirdir. Baxın müəllimlər, bullyingin qarşısını almaq üçün bullyingi müəyyən etmək yolları var. Ona görə biz bullyingi müəyyən etmək, bullyingdən müdafiə olunmaq, yəni bunlar haqqında, ümumiyyətlə bullying haqqında biz həm şagirdlərlə, həm valideynlərlə maarifləndirici söhbətlər aparmalıyıq. Bu da doğru fikirdir. Yanlış olan B bəndi. Növbəti ikinci suala baxaq. İkinci suala baxmamışdan əvvəl qeyd edim ki, bizim hər ay qruplarımız açılır və siz bizim kurikulum qruplarımıza qoşulmaq üçün ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. Dərslərimiz yüksək keyfiyyətlə tam imtahan çərçivə sənədinə uyğun olaraq həyata keçirilir və bizim dərsin özəlliyi odur ki, biz hər kəsə fərdi yanaşıb hər kəsi tək-tək sual-cavab edirik. Kimlər qoşulmaq istəyirsə, qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Növbəti ikinci suala baxırıq. İkinci sualda nə deyir? Deyir ki, İki şagird arasında konflikt yaranmışdır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Müəllim ümumi valideyn iclası keçirir və bu problemin hamı ilə birlikdə həll etməyə çalışır. Çünki digər valideynlərin sözü daha təsirli olacağını düşünür. Baxın müəllimlər, ümumiyyətlə ümumi valideyn iclasını keçirib hər hansı bir uşağı müzakirə etmək, mənfi xüsusiyyətlərini demək, problemini demək, bu yanlış bir fəaliyyətdir. Bu yanlış bir davranışdır. Çünki bu şagirdin özü utana bilər digər valideynlər yanında, bu həmin valideyn utana bilər digər valideynlər yanında və növbəti dəfə o məktəbdən uzaqlaşacaq, növbəti dəfə artıq o məktəbə gəlmək istəməyəcək, valideyn iclasına gəlmək istəməyəcək. Kimlənsə problem varsa, kiminsə uşağında problem varsa, bunu ümumi müzakirəyə çıxartmaq olmaz. Bunu valideynin özü ilə fərdi şəkildə müzakirə eləyib problemin həllinə çalışmalıyıq. Ona görə A bəndi yanlışdır.
Özü problemin həllinə çalışmadan şagirdləri və onların valideyni direktor yanına aparmaq. Ümumiyyətlə mən həmişə müəllimlərə deyirəm ki, bizim sinifimiz bizim ailəmiz kimidir. Necə ki, ailədə söz-söhbət olanda istəmirik ki, bunu kimsə bilməsin. Bizim sinifdə də hər hansı bir problem yaşanarsa, biz onu dərhal valideynə, digər fənn müəllimlərinə, direktora deməli deyilik. Bu problemin həllinə özümüz çalışmalıyıq. Yox, əgər gördük bu problem bizi aşır, artıq biz bu problemi həll edə bilmirik, o zaman direktorun yanına aparmalıyıq. Yoxsa problemin həllinə çalışmadan şagirdləri deməli direktorun yanına aparmaq bu yanlış fəaliyyətdir. C bəndinə baxaq. Şagirdlərin problemini bütün sinif şagirdləri ilə müzakirə etmək. Bu da yanlışdır. Yəni bütün sinif şagirdləri ilə müzakirə etmək doğru fəaliyyət deyil. Yenə deyirəm, uşağın problemini hamının yanında müzakirəyə çıxarmaq olar. Hətta bu yeni bir konfliktlərin yaranmasına səbəb ola bilər. Misal üçün mən fikir bildirirəm, mənim fikrim konflikt edən digər şagirdin xoşuna gəlmir. Artıq bu müzakirədən sonra tənəffüsdə o mənlə dava edəcək. Ona görə bu fəaliyyət də doğru deyil. D bəndinə baxırıq. Müəllim şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə fərdi şəkildə danışır və onda empatiya hissini yaratmağa çalışır. Baxın müəllimlər, hansı valideyn ki bunu tələb edir, müəllim ondan fərdi şəkildə müzakirə aparır, onunla söhbət edir və onda empatiya, yəni özünü digər o şagirdin valideynin yerinə qoymağa çalışır. Yəni müəllim bu cür söhbətlər aparmalıdır. Bəzən olur ki, sən valideynlə nə qədər söhbət eləsən də bu yenə israrlı olur və bu zaman müəllim nə etməlidir? Bu zaman artıq müəllim qayda qanunla, yəni hər bir şəxsin təhsil almaq hüququnun olduğunu qeyd etməlidir və çalışmalıyıq ki, bunu sülhə bağlayaq da. Yəni valideynlə ancaq fərdi şəkildə söhbət edib onunla bu fikrindən daşındırmağa çalışmalıyıq. Doğru cavab D bəndi. Y bəndində deyir ki, müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxardır və müzakirəsini tələb edir. Təbii ki, bu da olmaz. Birinci, müəllim özü problemin həllinə cəhd etməlidir. Bugünkü sual izahı bu qədər müəllimlər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.